Market rəflərində müxtəlif çeşiddə təqdim olunan, o cümlədən ev şəraitində hazırlanan konserv qidalarının istehlakı zamanı diqqətli olmalıyıq. Hər şeydən əvvəl xam mal kimi istifadə olunacaq meyvə-tərəvəz sağlam, zədəsiz olmalı, yaxşı yuyulmalı, saplağı varsa kəsib götürülməlidir. İstehsal zamanı texnoloji proseslərə ciddi əməl olunmalıdır. Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda, onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda yaşayan botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır. Bundan başqa konservləşdirilmiş məhsullarda digər mikroorqanizmlərin mövcudluğu səbəbindən məhsulun qapağının şişməsi və bombaş halının yaranması baş verir. Bu səbəbdən istifadədən əvvəl konserv bankalarının görünüşünə diqqət yetirilməlidir. Ticarət yerlərində konserv məhsullarını alarkən onun görünüşünə diqqət yetirilməlidir. Yəni bu konserv məhsullarının qapağı şişkin olmamalı, içərisindəki maye bulanıq olmamalı. Əgər konserv məhsulları metal qablaşdırmalardadırsa, metal qablaşdırmanın üzərində batıq izləri olmamalıdır. Ümumiyyətlə, məhsulun qablaşdırmasında hər hansı bir mexaniki zədələr varsa, bu məhsulun düzgün qaydalara riayət edilmədən daşınmasının göstəricisidir. Həm təhlükəsizlik baxımından, həm də keyfiyyətin aşağı düşməməsi üçün meyvə və tərəvəz, ət və balıq konservləri ev şəraitində soyuq yerdə saxlanmalıdır. Konserv məhsulları, xüsusilə də metal bankalarda olan konserv məhsulları uzun müddət rütubətli şəraitdə də saxlandıqdan, onların tərkibindəki mineral duzlar, həmçinin zəif qələvi mühitin təsirindən metal qablaşdırma korroziyaya uğraya bilər. Bu səbəbdən məhsulları alarkən məhsulun etiketi üzərində göstərilən həm istehsalçı tərəfindən bəyan edilən, həm məhsulun qablaşdırması açılmazdan əvvəl, həm də açıldıqdan sonraki saxlanma şərtlərinə və saxlanma müddətinə riayət edilməlidir. Və bu məhsullar daşınarkən patogen və toksin yaradan mikroorqanizmlərin əmələ gəlməsinə şərait yaradılmayacaq bir vəziyyətdə daşınmalıdır. Konserv məhsullar düzgün istehsal və saxlama şəraitində olduqda həm təhlükəsiz, həm də praktik qida seçimidir. Unutmayaq ki, təhlükəsiz və sağlam qida seçimi həm də məlumatlı seçimdən başlayır.